Salam dəyərli izləyicilər, çox gözəl, ləzzətli xaçapuri hazırlamışam. Siz də bu cür gözəl xaçapuri hazırlamaq istəyirsinizsə, ekrana yaxın əyləşin. Xəmirini hazırlayaq. Yarım kiloqram bizim burada unumuz var. Yarım xörək qaşığı şəkər tozu, yarım xörək qaşığı duz, yarım xörək qaşığı da quru maya əlavə edirəm unun içərisinə və apardığı qədər su. Xəmiri yoğururam. Qeyd edin, burada xəmirimiz çox möhkəm deyil. Amma xəmiri bacardıqca çox yoğurmaq lazımdır ki, qəşəng yüngül xəmir alınsın. Xəmiri yoğurduqdan sonra hardasa 50 qram duru yağı da əlavə edib, həmən yağı da xəmirə təzədən yedirdirəm və qaba yerləşdirib qoyuram ki, xəmirimiz biraz mayalansın. Xəmir mayalandıqdan sonra deməli 3 kündəyə ayıracağam. Dəyərli izləyicilər, video çox uzun olduğu üçün bacardıqca videonu yığcam etmişəm ki, yəni həm qaranlıq heç bir şey qalmasın, həm də biraz qısaltmışam videonu ki, çox uzun video olmasın. Amma bacardıqca hər bir hissəsini də burada göstərirəm ki, tam görünəndə də, baxanda da başa düşülsün, yəni qaranlıq heç bir şey qalmasın. 3 kündəyə ayırdım. Kündəni yenə gözlədim, biraz özünə gələndən sonra yayıram. Yayanda da çox nazik yaymağa ehtiyac yoxdur. Yəni bir damcı yayıram. Baxın, elə qalınlığı zətdə burada bilinir ki, çox nazik deyil. İçərisini yağlayıram. Yağımız burada 300 qramdır. Yəni 3 kündəyə 300 qram yağ istifadə elədim. Hər bir kündəyə 100 qram yağ. Kündənin yuxanın yarı hissəsinə yağı çəkdim və yarı hissəsini üzərinə qatladım. Qoyuram bir kənara, yəni soyuducuya qoymuram, elə otaq şəraitində qoyuram. Eyni formada 3 kündənin üçünü də hazırladım. Daha sonra heç gözləmədən, yenə hazır yağlayandan sonra bir bunları yaydım. Deməli, yayıb qatlayandan sonra soyuducuya qoyuram. Yayanda da burada elə forma verirəm ki, kvadrat forma alsın ki, baxın, bu qaydada qatlamaq mənim üçün rahat olsun. Elə bil 3 qat olub burada qatlayanda. Kənarlarını da o formada qatlayıram 3 dəfəyə. Baxın, 3 dəfəyə qatlanır. Bunu da yenə soyuducuya qoyuram. Üzərinə salafan örtürəm ki, qay saxlamasın. Yenə eyni qayda ilə 3 kündəni hazırlayıram. Soyuducuda hardasa bir 20 dəqiqə, yarım saat qalandan sonra çıxardıram. Təzədən kündəni yayıram burada. Burada kündəni yayanda da bir damcı un səpmək olar. Yəni heç problem deyil. Un səpmək problem deyil. Amma diqqət eləmək lazımdır ki, xəmir burada çox belə yırtılmasın, yağı çıxmasın üzə. Yayıram burada da xəmiri. Bu dəfə birinci dəfə qatladığım kimi yox, elə bil 4 hissəyə qatlayıram. Baxın, burada 4 qat olur yuxamız. Kənarını da həmən formada 3 dəfəyə yox, 4 dəfəyə. Baxın, belə 4 dəfəyə də qat eləyirəm, 4 qat. Yenə qoyuram hardasa soyuducuda bir 20 dəqiqə, 25 dəqiqə qalır. Salafana bükürəm, yenə qeyd edeyim ki, üzü qay saxlanmasın. Bu müddət ərzində pendirini hazırlayıram. Südgəzdən keçirdirəm. Bizim burada 400 qram pendirimiz var, Holland pendiri. Pendirdən biraz götürürəm ki, xaçapurilərin üzərinə səpmək üçün. Qalan hissəsini isə 3 yerə bölürəm. Yəni eyni bərabərlikdə kündəni də eyni eləmişəm. 3-ü də bir boyda, pendiri də 3 yerə bölürəm ki, eyni olsun ölçüləri. Xəmiri soyuducudan çıxartdıqdan sonra yayıram. Burada yayanda diqqət edirəm ki, biraz yumru formasında olsun ki, kənarlarını bükmək mənim üçün rahat olsun. Yaydıqdan sonra çox da nazik yaymıram. Elə normal qalınlığı hardasa 1 sant qədər olur yuxanın. Pendiri içərisinə əlavə eləyəndən sonra pendirin bir hissəsini. Kənarlarını qəşəng bükürəm möhkəm. Ondan sonra yenə hardasa bir 10 dəqiqə, 15 dəqiqə gözlədirəm. Bunu hazırlayandan sonra bunu soyuducuda saxlamıram. Elə otaq temperaturunda saxlayıram, kündəyə düşsün. Yenə qeyd edeyim ki, 3 gündən 3-ünü də eyni qaydada hazırlayıram. Lakin bir dəfə hərəsini göstərəm ki, video çox uzun, yorucu olmasın. Onsuz da bir damcı burada video çox uzun düşüb. Çünki burada proses biraz uzun gedir. Kündəyə düşdükdən sonra yaydım və çox nazik etmədim. Onsuz da bişəndə biraz qalınlaşır. Yerləşdirirəm sobanın listinə, üzərinə yumurta çəkirəm. Yumurtanı burada ilə ağlı sarlı istifadə elədim.
Yumurtanı çəkdikdən sonra hansı ki pendirdən ayırmışdım üzəri üçün. Baxın, biraz da üzərinə əlavə edib 170 dərəcəli sobada qoyuram bişsin. Burada heç haçapın üzərindən dəlik açmamışam. Bişəndə elə bir biraz üzü köpük şişir. Ondan sonra yavaş-yavaş təzədən yatır. Yəni problem deyil. Əgər siz istəsəniz üzərindən bir dəlik aça bilərsiniz ki, çox köpməsin. Hazır oldu. Çox gözəl, yüngül xaçapuri alındı əziz xanımlar. Deməli, ölçüsü də çox gözəl, belə normal ölçüdə oldu. Çox belə balaca xaçapurilər alınmadı. Xəmirin özü o qədər gözəl alınıb ki, qat-qat belə elə bil ki, qoğal xəmiri kimi alınıb. Əziz xanımlar, elə bu qat-qat xəmir sayılır bunun xəmiri. Buzxanada da xəmirin özünü saxlayıb müxtəlif içliklərlə bişirə bilərsiniz.